Peyğəmbər sallallahu aleyhi və səlləm, əziz qardaşlarım, heyvana belə olsa zərər verməyi İslam dinində haram məsələlərdən görür. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün bir bağa girir, görür ki, bir dəvə ağlayır. Dəvənin gözündən yaş gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm sahibini çağırır, deyir ki, sən bu dəvəyə niyə zülm eləyirsən? Bu dəvə şikayət etdi ki, sən onu işlədirsən, amma qarnı doyunca yemək vermirsən. Qadağan eləyir, əziz qardaşlar. Əgər İslam dinində bir heyvana, dili ağzı olmayan bir heyvana zərrə qədər zülm etməyə yer yoxdursa, və yəni İslam dinini ittiham etmək olarmı ki, İslam dini insanatlığın əleyhinədir? Bugün bunun qələmə verilməyinə səbəb bəzi İslama nisbət olan tayfalardır. Onlar bəzən elə düşünürlər ki, xeyir verirlər, amma bir xeyir deyil, İslam dininə min zərər verirlər. İhlasla.com saytı tərəfindən təqdim olunur.